Protezler nə zaman qurulur? Siz gündəlik həyatınızda istirahət zamanı, yuxu zamanı da ağrılardan qurtula bilmirsiniz. Müxtəlif aldığınız müalicələr, müxtəlif inyeksiyalar, haplar, iynələr, fizioterapiyalar artıq bunların köməyi yoxdur. Və yaxud diz oynağının və müxtəlif oynaqlarının şəkili pozulub artıq. Və ən əsası ağrı, hərəkət məhdudluğu sizi aktiv həyatdan, işinizdən məhrum edir. Müasir protezlər bir dəmir parçası deyil. Müasir protezlər sizi həyata qaytaran yüksək texnoloji bir cihazlardır. Yaş məhdudiyyəti yoxdur və hər yaş qrupunda ona uyğun, oynaq xəstəliyinə uyğun bir protez taxıla bilər. Və protez reabilitasiyasından danışsaqsa, sabahsı gün, əməliyyatdan sabahsı günü xəstə ayağa durğuzulur və ilk addımlarını başlayır eləməyə və bir neçə həftəyə kimdəsə ola bilsin, bir aya insan tamamilə aktiv həyatda, fəaliyyətə qayıda bilər. Mən Altay Cəfərov bu protezin taxılmasında, sizin həyata qaytarılmasında sizə kömək edərəm.